Salam, xoş gördük. Yenidən sizin həmişə olduğu kimi mənəm həkim, psixoterapevt, yalan və bədən dili üzrə ekspert Elnar Rəhimov Tambovski. Bir hədəfə çatmaq istəyirsinizsə və irəliyə getmək istəyirsinizsə, özünüzə bu 4 sualı verməlisiniz. Birincisi, həqiqətən də bu hədəf mənim üçün vacibdirmi? Həyati vacibdirmi? Dəyərlidirmi? İkincisi, bunu etmək üçün kifayət qədər resurslarım, qaynaqlarım varmı, maddi və mənəvi? Və ya bunu etmək üçün bilik və bacarıqlarım varmı və ya yetərlidirmi? Üçüncüsü, bunu etmək məndən başqalarına fayda verəcəkmi? Və dördüncüsü, bunu edərkən mən nəticədə nə alacam? Əgər siz bütün bu suallara pozitiv şəkildə cavab verirsinizsə, siz hədəfinizə doğru inamlı, metodiki olaraq irəliləyirsiniz deməkdir. Diqqətinizə görə minnətdaram. Sağ olun.